Xoş gördük hər birinizi. Qədim Misri sürətli formada xəritə üzərində izah etməyə çalışacaq. Biz Misir Afrikanın şimal-şərqində. Şimal bu istiqamətdir, şərq bu istiqamət, şimal-şərq isə hər ikisinin ortası anlamına gəlir burada. Misir bildiyimiz kimi ilk əvvəllər daha kiçik formadaydı. Yəni bu gördüyümüz aşağı Misir ilə yuxarı Misirin birləşməsi nəticəsində meydana gəlmişdi. Misir artıq eramızdan əvvəl 2-ci minlikdən başlayaraq həm cənub istiqamətinə doğru, həmçinin Aralıq dənizin şərq istiqamətinə doğru, yəni bu istiqamətə doğru bir genişlənmə xətti götürmüşdü burada. Misirin fironları içərisində bizə əsasən 4 firon məlumdur. Yəni dərslik üzərindən bəhs etsək, 1-ci Tutmos, 3-cü Tutmos, 2-ci Ramzes və Tutanxamondur. 1-ci Tutmosun hakimiyyəti dövründə Misirin siyasi genişlənməsinə baxaraq həm cənub istiqamətinə, həmçinin Şərqi Aralıq dənizi ölkələrinə genişlənməsi var. Və burada gördüyümüz Fərat çayına kimi gəlir çatır o. Həm Fələstini, həm Finikiyanı, həm də ki Suriyanı Misirə tabe edir. Birləşdirmir, tabe edir. Yəni bunların daxili müstəqilliklər saxlanılır. Bunlar özlərini idarə edirlər. Xarici siyasətdən məhrum olurlar və bunlar işləyib Misiri ilbəil xəracla təmin etməlidirlər. 3-cü Tutmosun hakimiyyəti dövrünə gəldiyimiz zaman isə 3-cü Tutmos da eyni ilə həmin trayektoriyanı izləyir və Fələstini, Finikiyanı, Suriyanı Misirə tabe etməklə yanaşı Misirə birləşdirir. Yəni bunların hamısının daxili müstəqilliyi ləğv olunur, həm Fələstini, Finikiyanı, Suriyanı. Bunlar artıq Misir torpağı kimi idarə olunacaqdır. Bunu da deməyə əsas verən nədir? Burada gördüyümüz Fif şəhərindən bunları idarə etmək üçün birbaşa canişinlər göndərir. Yəni bu artıq Misirin bir parçası kimi idarə olunması anlamına gəlir. 2-ci Ramzesin hakimiyyəti dövrünə gəldiyimiz zaman həm Fələstin, Finikiya, Suriya, yəni bu istiqamətlər artıq Misirin tabeçiliyi altından çıxmışdılar. Ona görə də 2-ci Ramzes əcdadlarının o hakimiyyəti dövründə Misirin o geniş sərhədlərini yenidən qaytarmaq istəyirdi. Bu məqsədlə yola çıxan 2-ci Ramzes Fələstini tutur, problemsiz, Finikiyanı tutur, problemsiz. Amma Suriya məsələsində biraz işlər qarışır. Səbəb isə Hetlərdir. Hetlər də Suriyaya iddia edirlər, Misir də Suriyaya iddia edir. Bunun əsas səbəbləri nə idi? Suriya niyə görə bu iki dövlətin maraq, nüfuz dairələri bir də toqquşduğu nöqtə idi. Burada gördüyümüz Babil şəhəri var. Babil şəhərindən gələn ticarət yolları Suriyanın şimal hissəsindən keçirdi. Ona görə də həm Hetlər, həm də ki Misirlilər bu şimali Suriya istiqamətində bir növ rəqabət aparırdılar. Eramızdan əvvəl 1286-cı ildə Kadeş müqaviləsi imzalanır. Kadeş müqaviləsi əslində bərabər hüquqlu bir müqavilədir. Çünki burada hər hansı bir tərəfin qalibiyyəti və ya diktəsi ilə imzalanmış bir müqavilə deyildi. Bunun deməyinə əsas verir. Çünki Kadeş müqaviləsinin şərtlərindən biri oydu ki, həm Hetlər, həm də ki Misirlilər lazım gəlirsə bir-birinə hərbi yardım göstərməliydilər. Bir-birinə istər-istəməz güzəştlər filan hamısı bir müqavilənin şərtlərindən idi. Növbəti fironumuz Tutanxamondur. Düzdür, Tutanxamonun hakimiyyəti dövrü haqqında dərslikdə geniş məlumat yoxdur, amma bildiyimiz nədir burada? Ən zəngin Sərdabə onundur. Yəni bu gördüyümüz 4 firon ki var. 1-ci Tutmos, 3-cü Tutmos, 2-ci Ramzes və Tutanxamon. Bunların hakimiyyət dövrünün hamısı eramızdan əvvəl 2-ci minillikdir. Testlərdə qarşımıza belə bir şey çıxarsa, birinci söhbət 2-ci minillikdən gedir. İndi isə Misirin biz dağılması prosesindən söhbət açaq. Bildiyimiz kimi Misiri ilk dəfə asılı hala salan Əhəmənilərdir. Yəni dərslik üzərində söhbət gedir burada. Təbii ki, düzdür, Əhəmənilərdən əvvəl Misir kifayət qədər təsir dairəsinə falan düşüb. Amma Əhəmənilərdir burada. Əhəmənilər 525-ci ildə, eramızdan əvvəl 525-də Pelusiya döyüşündə Misiri məğlub edirlər və Misirdə hakimiyyəti əl alırlar. Solda bir xronika qeyd edək. Eramızdan əvvəl 525, 525-dən 332-ci ilə qədər Misir Əhəmənilərin tərkibi altında olacaq. 332-ci il Makedoniya İskəndər gələcək Misiri Əhəmənilərdən alacaq, gedəcək Van gölünün yaxınlığında Qavqamelada Əhəməniləri məğlub edəcək, 330-da gəlib Əhəmənilərin paytaxtı Persopolu tutacaq və Əhəmənilərin varlığına son qoyacaq. İskəndər imperiyası bildiyimiz kimi 323-cü ilə qədər həyat sürür. 323-də İskəndərin ölümü ilə imperiya dağılır və imperiya onun bir növ varislər arasında bölüşdürülür. Misir də düşür Yunan Makedoniya mənşəli Ptolemeylərin hakimiyyəti altına. 323-dən ta ki eramızdan əvvəl 30-cu ilə qədər Misir Yunan Makedoniya mənşəli Ptolemeylər tərəfindən idarə olunacaq. 30-cu ildə Roma Oktavian Avqust gələcək həm Antoni, həm də ki Kleopatranı Aksi, daha doğrusu 31-də
Aksiburnu yaxınlığında məğlub edəcək onları. 30-da isə artıq Misiri birbaşa Romanın əyaləti elan edəcək. 30-cu ildən eramızdan əvvəl 30-cu ildən ta ki bizim eranın 7-ci əsrinə qədər Misir Romanın, yəni bir sonrakı deyişlə Roma partiyası aldıqdan sonra 395-də bildiyimiz kimi Şərq isə Bizans adlanmağa başlayıb. 7-ci əsrə qədər Bizansın hakimiyyəti altında olacaq. 7-ci əsrdə isə Misiri ərəblər Bizansdan alacaqlar və müsəlmanlaşdırıb ərəbləşdirəcəklər. Bunda da artıq Misir mövzusu haqqında bu qədər. Şərh hissəsində növbəti hansı mövzunun izahını istəyirsinizsə qeyd edə bilərsiniz.